Çoxdan da uzun video paylaşmırdım. Gəlin videonu sona qədər izləyin. Çünki burada həm qurbanlıq, həm sədərək, həm qonşularla səhər yeməyi, həm alış-verişlər və sair bu kimi maraqlı mövzulardan danışılacaq. Rayonda gəlinimizgilin evində də video çəkmişəm. Ona görə də videonu sona qədər izləyib səhifəmə abunə olmağı unutmayın. Gəlin birinci bazarlığımızdan başlayaq. Neçə vaxtdır qubqanı dəyişmək istəyirdim. Ona görə belə bir qubqa aldım. Tualet kağızı Aura 4 qatlı olduğu üçün uzun müddət istifadə etmək rahatdır. Sunum salfetkalarının üstü bəzəksizini alırdım normalda, ancaq yox idi deyə bunu almışıq. Belə bir Doremi adında hava təravətləndiricisidir. Əslində bu bazarlığı yoldaşım eləyib, elə ona görə sizinlə birlikdə mən də görürəm. Həmişə Clear işlədirdi, bu dəfə Nivea'nın saç şampununu alıb. Onu da deyim ki, artıq işlətmişik, bərəkəti yoxdur, elə ona görə də Clear yaxşıdır. Bingo'nun belə bir qab üçün, qabyanlar üçün mayesini almışıq. Tide'ın rəngli paltarlar üçün paraşoku və Protex'in əl sabunu. Mən gələn dəfə gedəndə sədərəkdən başqa bir məhsul da almışam, onu da sizə sonda göstərəcəm. Qab setkası mütləq lazım idi, ona görə belə yumuşağını almışıq. Üstə gəldi ki, paraşok həmişə mən rənglilər üçün alıram. Ağları istifadə edəndə isə içərisinə persol tökürəm. Və badımcan almışam. Son vaxtlar nəsə yaman badımcan həvəsinə düşmüşəm. Belə soğan almışıq. Gah almışıq deyirəm, gah alıbdı deyirəm. Yəni buna çox da fikir verməyin. Hamısını bazarlığın yoldaşım eləyib. Görək nələr alıbdı, sona qədər izləyək. Ümumiyyətlə normalda aylıq bazarlıq edirik. Sadəcə görürsən ki, bəzi məhsullar bitibdi. Məcburən artıq aralarda da nəysə almalı olursan. Bu yumurtaları kənd yumurtası adı ilə almışıq. Sasiska alıbdı, soba. Mən həmişə manqal üstü yeyirəm, ancaq bu dəfə soba alıbdı. Eybi yox, bunu da yoxlayaq. Zeytun alıbdı, qara zeytun və ağ zeytun. Siz ən çox hansını sevirsiniz? Mən qara zeytunu daha çox sevirəm və bizim evdə daha tez qutarır, nəinki ağ zeytun. Ağ zeytun demək olar elə bankada necə var, elə də qalıbdı və belə bir qreçka alıbdı. Mən normalda qreçkanı çəki ilə alıram, o paketdə alıbdı. Ankaranın belə bir yumru düyüsü. Əslində elə yumru düyüləri belə paketdə almaq yaxşıdır, çünki digər variantı nəsə yaxşı deyil. Uzun düyü isə həmişə Sultan işlədirəm, yəqin ona fikir verməyib. Bu dəfə Ankara alıbdı, o da yaxşı idi, bəyəndim və belə bir yağ almışıq. Bunu adətən əritmək üçün istifadə eləyirəm və əlavə də olaraq prezidentin yağını alıbdı. Onu yoxlamaq üçün sizə deyim ki, prezidentin yağı turş məzə idi. Bilmirəm normaldır yoxsa yox, amma bunu yoxlamaq üçün almışdıq. 400 qramlığına deyəsən 14-15 manat verməli idi. Əgər səhv xatırlamıramsa, elə də çox bəyənmədim. Ərik alıbdı. Kişilərin mağazaya gedəndə bir dənə çətin məsələsi meyvələri seçməkdir. Ərikdir, banandır, sonra xiyar alıbdı və bəzən görürsən ki, içərisində xarablar olur. Üstəgəldə marketdən aldığı üçün qiyməti də biraz baha olur. Həm də belə biraz xarab olanda vapşadan pis olur ki, zaten bu qədər pul verilir, niyə axı xarab olsun? Məncə sizdə də belə hallar tez-tez yaşanır. Və evimizin olmazsa olmazı alma alıbdı. Sonra görək başqa nələr alıbdı. Bir yerdə açırıq. Baxın, belə bir gilas alıbdı, bəli. Əslində sizə deyim ki, bu gilası Sumqayıtda bazarda daha münasib satırlar. Ancaq Qayalı marketdə falan daha baha satırlar. Yəni o neçə manatadır gilasın kilosu. Ancaq artıq mağazalarda qiymətləri çox aşağıdır. Daha doğrusu bazarda qiyməti çox aşağıdır. O gün 3 manat 50 qəpiyə belə gördüm. Besok alıbdı, pomidor alıbdı və sonda qiymətə baxaq görək 153 manat pul xərcləyibdi bunların hamısını. Və bir neçə gündür aldığım dəstləri göstərmək istəyirəm. Havalar ki isindir, torlunun yay geyimi yox idi. Fikirləşdim ki, uje lazımdır. Uje lazımdır. Bu köynəkdir və belə şortik var. Bunları gündəliyə almışam ki, həyətə falan düşəndə havalar sinir, istər-istəməz uşaq düşməzə olur. Ona görə də məcburən şortik geyinməlidir. Ay qız, ay xanım, ay uşaq, qoy bir uşağım geyinsin sonra. Hə, bu da belə bir köynəkdir. Yəni eyni tipdə, qolu qısa, belə şortik, köynək və bu da onun şortiki. 2 dənə dəstim. Birini almışam 18 manata. Bu 18 manat yaşlı olan. Bu isə 19 manatda alttaki qara olan. Sonra isə bir dənə də köynək almışdım. Üstü mişqaydı, yoxsa bilmirəm nə idi. Oje yoxdur, geyinibdi. Ortalıqda hardasa qoyub bilmirəm. Bir dənə də belə özümə termos aldırdım. Kocişkoma araya saldım bunu da rəsmən. Həyətə falan düşəndə özümüzdən su aparmağa, çay aparmağa. Qiyməti 14 manat 50 qəpiyə belə bir şeydir. Dərəcə ölçür bir arada.
dərəcə ölçür. Baxın, bura basırsınız, temperaturunu deyir, suyu. Orada satan xanım dedi ki, mən də işlədirəm, çox qəşəngdir. Ümid edirəm ki, təriflədikləri kimi olacaq. İşlətmişsə rəydə yazın görək necədir, bəyənirsiniz yoxsa yox. Bu xanım da harada tapdı, ürəyə gedir onu dağıtsın. Ay bacı, bunu itdiyi tutub. Bunu mən geri aparım, quduzluğa görə peyvənd elətdirim. O quduzdur mu, nədir? Mənim başım çıxmır buna. Elə bir ki, pişik deyil, fildir, cindir, şeytandır. Dəcəldir, hayasız. Buna. Neysə belə. Minnoş bir alışveriş idi, onu da sizə göstərdim. Alanda mağazada vaxtım olmur açığı. Bir də şəraitim olmur, çəkim onu göstərim sizə. Bu isə növbəti günlərdən biridir. Evdə ev işləri görüb düşmüşəm mağazaya. Yumurta yenə də qutarıbmış. Həqiqətən də bizim evdə yumurta qədər başqa heç nə işlənmir. Və gördüyünüz kimi salfetka əlavə olaraq sular almışam. Bunlara süd əlavə eləyəcəm. Yəni qaynadacağım südü içərisinə tökəcəm, qoyacağım xaladenikə, elə daha rahat olur. Çörəkdəki bir evin olmazsa olmazıdır təbii ki. Bunlar təzə puzzle almışıq. Görün necə gözəldir. Toğrulun sevdiyi multfilm. Açaq, açırsan, arxası da belə rəngləmədir. 1 manatdır. Arxasını rəngləyirsən, qabağında puzzle eləyirsən. Uşaq üçün aktivitə. Aç görək. Daha bilmirsən, hansı üzünə qoyasan ki, qəşəng görünsün. Bu tərəfdə sən nə görürsən üstümə? Bu sənin evində öykü, quzum mən evində öykü. Bu sənin evində öykü üstümə. Oynamaq istəyirdi, yəqin səndən. Biliş. Ayaqları yara olubdu bağımın, görsünüz. Mas çəkmişim tontonuma. Ayaqqabı vurub, dartma, incidər səni. Arxasında vurub, qabağında vurub uşağımın ayağının. Şurada mı çəksin? Orada çəkim. Yaxşı, çəkərəm indi. Gözdə, əlindəkini sən aç qutar. Hanı açmışdın sən mən. Açmırsan. Tamam. Yaxşı. Çayın burada da bala, nə istəyirsən? Gətirdi çayın yaxına. Çayın nəyin gətirim yaxına? Sən də məzəsən. Bu mənimki də, o səninki. İstedi sənki. Qoy soysun sonra. Yaxşıdır. İstedi. İçməlidir. Yolumuz Sədərəyədir. Gedək görək nələr var, nələr yoxdur. Özümün ad günü hədiyəm də alınmalıdır, onu da almamışıq. Həyat yoldaşım demişdi ki, Sədərəyədən alacağım həyatım. İndi aparırım o Sədərəyədən alsın. Daha doğrusu özü gedirdim, mən də dedim ki, mən də gedim. Xeyr ola ki, mənim hədiyəm də alınmayıb. Ucu gələn ilin ad günüm gələcək, hələ hədiyəm alınmayıb. Ona görə düzəlmişəm yola, düşmüşəm arxasıca gedirəm. Burada gözləyib benzin dolduruq. Belki mən düzələmirəm sənə. Belki mən düzələmirəm. Güzel bir su aldım. Yukarıdayım, yanımda değil. Əlimə gəldi verdiyimiz su. Gəldik, çıxdıq Sədərəyə. Görək buralardan nə tapacağıq. Gəldiyimiz yerdə bağlı oldum. Təəssüf olsun ki. Burada da var, Səbuy. Bax. Otel və nə bilim nə ləvazimatları. Gələr-gəlməz sağ olsun. Təkərimiz bizi yolda qoydu. Partiyib də təkərimiz gəlmiş. Heç ətdirməyin. Sədərəyədə. Ayağımızı Sədərəyə basar-basmaz birinci ustaya gəlmişik. Bax buna görə deyirəm. Hələ ki gəzirik. Lazım olan məhsullatlarmırıq. Maşınımızın təkərini yamamağa gəzirik. Görək bunu yamaya bilsək. Keçəcəyik digər işlərimizə. 50 qəpli marka var. Yanında yamaq yeri var. Oralar olar da yəqin. Oralar boş görürsən. Məncə dön içəri ilə get. Çünki buradan belə görməyəsən. Ay kör deyəcəm Allah'ın dostu. 50 qəpli markanın yanında təkər yamamağı yer var. Hara doğru? Təkəryanın yeri də bunun yekə mağazin dönən kimi onun arxasında. Buradan girim də elə hə? Buradan yox. İki mağazin arasında dedi bu. 50 mağazin var. Gidiyoruz, arıyoruz. Buraydı. Bence orada. Dönen kimi dedi. Təkər aləmi, Seyf, sonra Nurlu Parkı.
getmişik. Hələ də axtarışdayıq. Maşınımız ustadadır. Biz də axtarırıq. Və hələ də otel ləvazimatı axtarırıq. Mən nahar yeməmişəm, yorğunam. Ucu tükənmişəm. Bunu da təkəri partlayıb maşınını qoyub ustanın yanına. Usta da deyir ki, ya təkəri dəyişəcəm, ya da yamayacam. Əmələ gəlməyəcək qaqa deyib yola salıb bunu. Çox narahatdır hal-hazırda. Ümid edirik sonrası gəldiyimizdə dəyər. Mənim hədiyyəm də uçdu getdi göylərə. Yəqin ki, bugün hədiyyə zad alınmayacaq, boş vaxt getmiş olacaq. Heç nə, heyf mənim əziyyətimə. Heyf. Buranı sizlər üçün biraz yaxından çəkirəm. Əgər şəhərlə qiymətləri müqayisə etmək istəsəniz, buradan baxıb qiyməti rahat müqayisə eləmək mümkündür. Ümumi sizə onu deyim ki, həqiqətən də fərq var. Əgər imkan varsa, mütləq gəlin, belə yerlərdən alın. Çünki məhsul çoxalanda qiyməti çox yaxşı düşür. Bunlar isə bizim aldıqlarımızdır. Gedəcəyik maşınımıza sarı, çünki maşın uzaqdadır. Biz isə piyada gedirik. Gəlib axır ki, maşının yanına çıxdıq. Əllərim görürsüz nə vəziyyətə qalıb. Hərdən özümü qınayıram ki, hər yerə niyə axı burnunu soxursan, nə məcburdur sədərəyə gedirsən, öl otur yerində də. Və maşınımızın təkəri dəyişsin deyə gözləyərkən girdik belə bir gül yerinə. Dedik palmaları soruşaq, görək hovuz ətrafına nələr əkmək olar. Palmaların qiyməti 450-650, təxmini bu qiymətlər arası dəyişirdi. Ancaq belə güllər də vardı ki, onların qiymətləri biraz münasib idi. Yenə də deyərdim ki, güllərin qiyməti çox da ucuz sayılmaz. Yəni elə güllər tapdım ki, yəni bu güllərə bu qiyməti verərəmmi desəniz, valla sual altındadır. Yəni əlim gəlməz məncə. Bəzilərini biraz yaxından götürmüşəm ki, qiymətlərini də görəsiz. Burada da yazıb var ki, bitkiyə toxunma. Bilmirəm niyə, yəqin ki, narahat olmasın deyə bitki. Aslında normalda yəni bitkiyə nə dərəcədə toxunmaq olar ki, onun üstünə yazırsan bitkiyə toxunma. Zaten ona uzağı yarpağına toxunacaqsan, başqa nə etmək olar? Axır ki, nəysə. Hərdən insanlara qınayıram, hərdənsə deyirəm ki, bəlkə də özünə görə haqlı bir səbəbi var ki, onu yazıb ora yapışdırıbdı. Və burada belə rəngbərəng fərqli kaktuslar gördüm. Mənə həmişə maraqlı olur ki, bu kaktusların rəngi özü belədir, yoxsa sonradan rəngləyirlər. Unutdum ki, satandan soruşum. Sonra gördük ki, təkəri çox gözləyəcəyik. Ona görə oturduq ki, bir dənə dönər yeyək, hələmizə heç olmasa önümüzə gələk. Həqiqətən də birlikdə görmədiyimiz, eləmədiyimiz heç bir iş qalmayıbdı. İstər təkər dəyişdirmək, istər ev düzəltmək, istərsə də hardasa istirahət etmək, yəni hamısını bir yerdə etmişik bugün. Nə qədər şükürlər olsun. Allahdan bir dənə arzum var, o da ki, canımızın sağlığına heç vaxt dəyməsin. Həmişə canımız sağlam olsun, eybi yox. Əziyyət də çəkmək lazım olsa çəkərik, istirahət də etmək lazım olsa edərik. Əsas canımız sağlam olsun. Çox gözlədik, təkər təmir olunsun. Axır ki, bitdi və qaydırıq evə. Burada da həyat yoldaşım Sumqayıtı necə çox sevdiyini deyir. Məncə də seviləsi şəhərdir, çünki sakit şəhərdir, problemsiz şəhərdir. Burada yenə aldıqlarımızı düzənləyirik. Burada onları evə çıxartmadıq deyə məcburən elə videonu da biraz mini çəkdim ki, görəsiniz. Ümumi hamam üçün lazım olan vəsitələrdə hamısı demək olar ki, əsas novxanaya nələr lazımdırsa onları alıb yığmışıq. Sonra isə özüm araya bir-iki şey atmışdım ki, bunlar da evə lazımdır, qoy alaq. Düzdür, deynə aldı, amma aldı. Ümumiyyətlə kişilərin pulundan, cibindən daha doğrusu pul çıxanda elə bir narahat olurlar valla. Məni qınamayın qızlar. Bunları da gətirir ki, evə, evdə qalsın. Mən də təzyiq xəstəsi olub. Evdə tərpənməyə yer yoxdur, ancaq nə var, hamısını yükləyirik evə. Qonşularla istirahət eləməyə, səhər yeməyinə gedirəm. Hazırlaşmışam, belə rahat bir geyindim ki, çox uzaq yerə getməyik. Bu da mənim pinjamalı balaca dəcəlimdir. Anasını göndərir istirahətə, özü də oturur evdə. Hə, doğru. Yaxşı, davay canım, hələlik görüşərik. Öpdüm səni. Bu restorana mən doğum günümdə gəlmişdim. Burada çox səs var idi, həddindən artıq. Ümumiyyətlə, axşamlar burada səs çox olur. Sanki toya gəlmişsən. O dərəcədə baş ağrısı bir səs verir insana. Hər yeməyində 7 nəfərə 98 manat, 100 manat belə pul verdik. Belə də, yəni çox da dəhşətizm bayılmadım deyim sizə. Burada da qaynatan bizdə idi. Yedilər, içdilər, nədə oynayırlar. Xeyir olsun, gözəl qızlarım, necəsiniz? Bayramınız bir daha mübarək olsun, süfrəniz rozulu, bərəkətli olsun inşallah. Bu günləri tezdəndən oyanmışam və qaynatan bizdəydi, süfrə hazırlamışdım, yedilər, içdilər.
İndi də düşüb Toğrul'la heyətə biraz başını qarışdırsın Toğrul'un. Mən də süd bişirmişəm. Soymağını gözləyirəm ki, bu balaca butulkaları yığım. Ət qoymuşam çölə, kələm dolması eləmək istəyirəm. Belə. Siz nə edirsiniz, nə yaşayırsınız, vəziyyətiniz, halınız. Hava bu günləri belədir. Elə də isti deyil, soyuq da deyil, yaxşıdır, yola vermək olur. Və bizimkilər də oradadılar. Toğrul yerlənəcəkdə yerlənir. Babası da orada. Atası da deyəsən ora getdi bayaq. Əgər səhv görmürəmsə, bu balaca orada görünən atası olmalıdır. Nəysə qızlar, girək içəri işlərimizi görək. Nə qədər ki, kişilər həyətdədir. İşlərimizi görək. Yeməyi bişirim. Patom qızlar. Videom var, bir də onu editləyəcəm. Danışı davam edək. Həyətdə market açılandan bəri işlərim həqiqətən də biraz rahatlayıbdı. Çünki xeyli kömək eləyir mənə. Lazım olan nə isə sırazı düşüb, alıb qalxıram evə. Əslində daha keyfiyyətli, daha yaxşı məhsullar almaq istəyərdim. Yəni fərqli çeşid olan mağaza istəyərdim. Ancaq ki, yoxdur. Nə etmək olar? Məcburən razılaşıb otururuq. Nə var? Onunla qane oluruq. Söz vermişəm ki, özümə fərqli kofe stəkanları alacağam. Videoları çəkəndə də biri-birindən fərqli alınsın. Sizcə necə fikirdir? Rəylərdə mütləq mənə yazın. Bu isə pişiyin əlizidir. Bu isə qaynatan bizdə olanda hazırladığım keksdir. Kaş mənim kimi yaxşı gəlinlərin qədri həmişə bilinə. İnşallah ki, belə də olar. Çünki bəzi pis gəlinlər olur və nə heç qaynataya qulluq eləyir, nə qaynanaya. Ancaq onları baş tacı eləyib gəzdirirlər. Orta yeməyimizi yemişik, yığışdırmışıq. Qardaşım gəlmişdi. Biraz da o oturdu, söhbət falan filan. Keksimi də hazırlamışdım burada. Gördüğünüz gibi çok güzel bir keks alındırmışam. Bunu koyun burada qalsın. Birazdan görüm üstündən ilə örtə biləcəm. İndi də keçmişəm dolmanı eləməyə, axşam yeməyinə. Ümumiyyətlə, həqiqətən də evdə olanda evin baxırsan ki, elə səhəri ilə axşamı bir olur da, yəni. Gözü açırsan ki, səhər açıldı, bir də görürsən ki, o iş axşam oldu. Qızlar, belə yeməyimi hazırlayım. Sonra keçək başqa işlərimizi görməyə. Sabah qurbanlıq gedəcəyik. Bu günləri hələ ki ev işlərində məşğulam. Qaynatan da bizdədir. Toğrul'la dərs oxuyurlar. Daha doğrusu Toğrul'a görə dərs oxutdurur. Toğrul da ona zülm eləyir. Nə bacardı çəvrədir də kişini. Deyirəm kişini peşman eləmə. Nə vecinə? Dünya aləm vecinə deyil. Sonra qızlar nə deyim sizə? Kondisionerlərimiz gəlib 2 ədəd. Novxanı üçün almışıq. Zakaz eləmişik, gəlibdi bizim evdədir hal-hazırda. İndi inşallah o da quraşdırılacaq Novxanıya. Sərinləyəcək. Soğanın içliyini hazırladım. Mən soğanı bu aparat var ya, onda səkirəm. Yəni rahat olur da, bir də ət çəkən istifadə eləmirsən soğan çəkəndə. Ondan sonra sıxıram, qəşəng olur. Bəziləri belə məsələn bir damcı böyük olur. Onu götürüb əlavədə xırdalayıb təzədən qoyuram ətin içərisinə. Əlavə qab, belə deyim də, böyük qab çıxartmıram da. Yəni əti bir dəfəmlik çəkdiyimə görə belə sarı köş vurmuşam, istiot, duz, sonra ətin özü yağlıdır deyə yağ vurmadım. Yumru düyü soğan. Kələmimi də pörtətmişəm. İndi isə başlayacağıq bükməyə qızlar. Axşama inşallah kələm dolması eləyəcəm. Qaynataşqam sevir. Yazıq kişinin düzdür boynuna qoyuram sevir deyə. Yəni ancaq ət yeməyi də, yəni bu standart Azərbaycan kişisini də yeyə bilər. Qaynatadı da istər-istəməz deyəcək ki, görüm gəlin normal nə bişirəcək mənim üçün. Mən də fikirləşdim ki, yaxşısı kələm dolmasıdır. Havalar da hələ ki çox isinməyib, yəni isti yeməklər yemək olar. Və o böyük gün gəldi çatdı. Axır ki bayram payı aparırıq gəlinimizə. Cəlilabadda qalırlar. Ona görə səhər tezdən durmuşuq, düzəlmişik yola. Onu da sizə deyim ki, yolda başımıza gəlməyən qalmadı. Ona görə mütləq videonu sona qədər izləyin, bəyənin və şərh yazın ki, necədir, siz bu videonu bəyəndiniz yoxsa yox. Nənəm aldıqlarımızı klyonkaya qoyubdu. Əslində onlara demişdim ki, səbət götürsünlər, ancaq götürməyiblər. Məcburən yoldan alacağıq səbətlərimizi. Bura gec oldu, o məsləhətləşdilər. Cəlilabaddan götürsün. Nə qədər tez çıxmağa çalışsam da makyajımı etməmişdim. Ona görə yol üstü makyajımı edirəm və gəldik ki, buradan da səbətimizi götürək.
Yolumuza davam edək. Burada da səbətlərin qiyməti 6 manat idi. Şəhərdə də təxmin elə eyni qiymətlər olur. Çox da ucuz olmur. Burada da 5 tuşdu eynidir. Biraz qiyməti burada 1 manat falan yuxarı olur. Səbətimizi də götürdük. Məhsullarımızı içərisinə əlavə edirik. Paltar üçün səbət götürə bilmədik. Çünki istədiyimiz ölçüyə uyğun olan səbət olmadı. Bu şokoladların əksəriyyətini nənəm almışdı. Özü gətirib pay kimi və qardaşım əlavə nəysə hədiyyə almışdı. Onu da qoyduq kənarda. İndi isə maşınımıza minək, gedək yolumuza davam eləyək. Hər yerdə canım kocuşkom əziyyət çəkir. İnşallah onun əziyyətinin əvəzini Allah Taala həmişə verər. Burada da digər xonça üçün yer eləyir ki, ikisi də yan-yana yaxşı dursun. Düzdür, sonradan fikirləşdik, gərək ki elə bunu qoyardıq qabağa, ancaq nəysə. Axır ki gəldik, çıxdıq qız evinə. Qurbanımız hazır idi. Ayaqlarını falan geyindirdik, paltarlarını geyindirdik və bu da qız evinin hazırladığı süfrə. Süfrəni çox bəyəndim. Yeməkləri də hədsiz dadlı idi. Bu isə gəlinimizin Toğrula aldığı hədiyyədir. Ona pırtlı maşın alıb ki, arasını yaxşı eləsin. Toğrul dəcəldir çünki normalda uşaq adama yaxın getmir. O da sağ olsun, könlünü xoş eləmək üçün ona maşın alıb ki, başını qaçsın, uşaq oynasın, həm də biraz mehribançılıq olsun aralarında. Həyətdə də belə bir samovar çayı qoymuşdular. Mənim ürəyim gedir közün iyisindən ötürü. Həqiqətən də əgər yazda imkanım olsa gedib kətdə bir 10-15 gün qalaram. Bu isə gətirdiyimiz qurbanı bişirməkdən ötəri burada ocaq qalayıblar. Biraz da gedək sizə ümumi kəndi gəzdirim. Daha doğrusu həyəti gəzdirim. Bu arxa hissədir. Həyətləri çox qəşəngdir. Yaşıllıq içərisində adamın ürəyi açılır həqiqətən də. Bu isə bizim apardığımız qurban payı. İnşallah xeyirli, gözəl günlərdə gəlsin. Bir dənə də təzə maşınımız gəldi. Mən maşınların sayını azaldıram. Yığıb aparıb qoymuşum nənəsigilə. Sağ olsun, gəlin bacısı bu günləri buna maşın aldı. Bu da getdi gecə ilə ona adaptör batareyka qoydurdu. İşlədir. Maşınım var mənim, maşınım var mənim, maşınım var mənim. Pişiyi də peşman eləyibdir. Maşını alıbdır, pişiyin də alına düşür. Axşam gəldik, yeməyimizi yedik. Elə yorğun düşmüşəm, nərsəz. Üstümüzə sağlıq. Uzaq yol gelib gəndə deməli adam yorulurmuş. Hara getməz. İndi yeməyi zad yemişik. Təzədəndən çay dəmləyirəm qəşəng. Svejey. Birazdan oturub çay içək. Buraları biraz da yığışdırım. Mənim nənəm biraz qadındır. Yəni belə şeyləri üzə vurmaq, belə şeylər arası yox. Səfərdə otururam. Sadəcə kəndə doğru. Qazan qoya belə bir şəhər özünə bir qaşıq alsın, gəlsin. Özdə gedib orada xəbər alır ki, Sumqayıt, Bakının yolu harada? Və sonunda gəldik, çıxdıq gözəl şəhərimizə, Sumqayıtımıza. İndi isə siz özümlə Novxanı yaparım. Biraz da oradakı videolardan çəkək. Çünki evimiz kiraya getməlidir, kreditlərimizi ödəməliyik. Evimizin gözəlliyinin dadını çıxartmağa mütləq siz də gəlin. Görün necə gözəl abu havası var, şəraiti superdir. Həyətə də hər gün yeni bir məhsul alırıq. Məsələn, burada stol yenidir. Bisetkamızı zakaz eləmişik, gətirib düzəldəcəklər. Lejankalar alacağıq. Yəni ki, hər biri yeni olacaq. İnşallah ki, istənilən müştəri gəlib istirahətini rahat şəkildə etsin deyə hər şəraiti qururuq. İçərisini də artıq görmüsünüz. Həqiqətən də şəraiti əladır. Əgər rezerv etmək istəsəniz, aşağıda nömrə qoyacağam. Rezerv üçün tələsin. Çünki evimiz çox gözəl bir yerdədir. Novxanıdadır, uzaqda deyil. Əla şəraiti var. Ümumiyyətlə, istəsəniz dincəlmək yazarsınız. Bu qədər qızlar, özünüzdən müğayət olun. Videolarımı sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Hər birinizə yaxşı ki varsınız. Videoları bəyənməyi, səhifəmi izləməyi, abunə olmağı unutmayın. Səhifəmdə bəyənmədiyiniz nə isə də olanda mənə rəydə yazın. Mən ona düzəliş edim. Daha yaxşı versiyasını sizlər üçün paylaşım. İzləyicilərimin fikri hər zaman mənim üçün maraqlıdır. Əgər istəsəniz rəydə yazarsınız. Özünüzdən müğayət olun. Gecəniz, gündüzünüz xeyrə qalsın.
Bu videonu isə mənim həyat yoldaşım çəkibdi. Ona görə belə qarma-qarışıqdır. Ancaq neyniyim dedim heç olmasa videonun sonuna yerləşdirim. Çünki hal-hazırda ora getməyə vaxtım yoxdur. Ancaq videonu paylaşmaq istəyirəm ki, bəlkə siz də gedib dincəlmək istəyirsiniz. Əlaqə nömrəsini qeyd etdim. Salamat qalın, özünüzü qoruyun. Görüşənədək inşallah xeyirlisi ilə yeni videolarda, daha maraqlı videolarda hər birinizi gözləyirəm.